Son dövrlərdə ölkədə kredit kartlarından istifadə səviyyəsində azalma müşahidə olunur. Ekspertlər bunu əsasən bank sektorunda tətbiq edilən yeni tənzimləyici qaydalar və kredit şərtlərinin sərtləşdirilməsi ilə əlaqələndirirlər. Xüsusilə kredit kartı limitlərinə qoyulan məhdudiyyətlər və faiz xərclərinin artması vətəndaşların bundan istifadəsinə təsir göstərib. Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli missiyaza açıqlamasında bildirib ki, kredit kartlarından istifadənin azalması əsasən Mərkəzi Bankın 2025-ci ildən tətbiq etdiyi tənzimləyici və məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Onun sözlərinə görə 2025-ci ilə qədər kredit kartlarının limitinin müəyyənləşdirilməsinə dair konkret tələblər mövcud deyildi və banklar bu məsələni əsasən öz daxili yanaşmalarına uyğun olaraq tənzimləyirdilər. Risk həm bankların riskli kreditlər verilməsi kontekstində idi, həm də vətəndaşın çiyninə apara bilməyəcəyi yükü götürmə imkanını yaradırdı. Yəni daha çox vətəndaşın kreditlə yüklənmə ehtimalını yaradırdı və bunu nəzərə alaraq həm də eyni zamanda dinamikanı nəzərə alaraq problemli kreditlər əsasən istehlak kreditlərində formalaşır və nəticə etibarilə Mərkəzi Bank ötən il kredit kartlarının limitinə dair sərtləşdirici addım atdı. Burada məsələ ondan ibarət idi ki, vətəndaşın aylıq rəsmi gəlirinin vergilərdən sonra qalan hissəsinə uyğun kredit limiti təyin edilə bilərdi. Yəni əgər vətəndaş vergilərdən sonra təmiz xalic gəliri 1000 manatdırsa, ona kredit kart limiti maksimal olaraq 5000 manat təyin edilə bilərdi. Xalid Kərimlinin sözlərinə görə bu addım həm bankların riskli kreditləşmə praktikasını nəzarət altına almağa, həm də vətəndaşların həddinin artıq kredit yüklənməsinin qarşısını almağa xidmət edir. İstehlak kreditləri üzrə öhdəliyi onun aylıq gəlirinin 45%-dən çox ola bilməz. Yəni bax burada həm kredit kartlarına qoyulan məhdudlaşdırıcı, nəzarət edici, risk idarə edici məhdudiyyət, həm istehlak kreditlərinə qoyulan bu məhdudiyyət həm vətəndaşların gəlirlərinin rəsmiləşdirilməsinə marağını artırmaq üçündür, həm də eyni zamanda bank sektorunda riskin idarə edilməsi üçündür. Kredit kartlarına tələbin aşağı düşməsi həm də vətəndaşların getdikcə artan faiz xərclərini ödəməkdə çətinliklə qarşılaşmasıdır. Seyranə Quliyeva, Heydər Həsənli, Missiya TV.